Əgər dərs oxuyanda ChatGPT-dən istifadə edirsinizsə, məncə bir də düşünün. Çünki mən dərs oxuyanda səhv eləyirəm və məsələn test işləyirəm evdə. Bunu səhv eləyirəm. Çəkib batıram ki, bunu mənə izah elə. Hansı variant düzdür və yaxud da mənim səhvim nədir və mən nəyə görə səhv eləmişəm? Bunu mənə izah elə. 5 sualdan sadəcə birini düzgün cavablandırır, qalanlarını düz cavab vermir. Və sonra deyirsən ki, sən burada niyə belədir? Səhv deyirsən axı. Qayıdıb mənə təzədir ki, sən düz deyirsən. Doğrudan mən burada səhv eləmişəm, üzrlü say və o səhvini düzəldir. Mənə elə gəlir ki, dərs oxumaq üçün Gemini daha yaxşıdır. Çünki nisbətən daha düz cavab verir. Məsələn, keçən dəfə dərsi qoyun bir kənara, adi bir sual vermişəm ki, 3-cü qrupda hər fənnin verdiyi balı mənə yaz. Götürüb yazıb ki, ədəbiyyat 200 bal, Azərbaycan dili 100 bal. Halbuki hamımız bilirik ki, 3-cü qrupda ən önəmli fənlər Azərbaycan dili ilə tarixdir. Amma ədəbiyyatı önəmli saymışdı. Ədəbiyyat 100 bal verir, necə 200 bal verə bilər ki? Məncə dərs oxuyanda ya da digər suallarınız olanda ChatGPT-dən istifadə edin. Deyəcəksiniz ki, indi bəlkə plus deyil, adi versiyada xeyr, plusdur və ətrafındakı plus pro işlədən bütün insanlarda bu problem yaşanır. Son baxar məlumatları yanlış verir. Yəni prompt yazmağa da indi bəhanə eləyə bilər bir çoxları ki, promptu düz yazmırsan belədir. Yəni bir şey də düşünün ki, ətrafda hamı prompt yaza bilmirdi. Yəni oturub 2 saat yazacaq ki, burada belə bir şey eləyən, bunu 2 saat qeyd edəcəyik ki, dərs oxuyanda başıma gələn, faydalı olan, olmayan nə varsa sizinlə bölüşəcəyəm. Ola bilər ki, sualı atarsınız sonra sizə başqa cür başa salar. Gedərsiniz qarşınıza qəbulda o tipli sual çıxar və səhv cavab verərsiniz. Ona görə də məncə ona çox da güvənməyin. Digər vasitələrdən istifadə edəsiniz. Axtarırsınız dərslə bağlı çox yaxşı AI-lar var, onlardan istifadə edə bilərsiniz.